Qardaş, problemdir başdan ayağa. Çox pis köhnə avtobuslar. Masazların avtobusları xoşuma gəlmir. Abşeron rayonu Masazır qəsəbəsindəyik. Buradan paytaxta metronun Əcəmi stansiyası istiqamətində 525 nömrəli marşrut xətti hərəkət edir. Sakinlər isə bu marşrut xəttində olan avtobusların köhnə olmasından, sayının az olmasından və xüsusən pik saatlarda intervalın artmasından şikayətçidir. Qardaş, problemdir başdan ayağa. Bassa bas, gözlə ki tərpənəcək. Harda istəyir saxlayır. Köhnəliyinə görə heç vəbşi söz yoxdur. Bir dənə reisdir 525, o da doludur. Çox pis köhnə avtobuslar. Taksi ilə gedirik, qıymıram heç, qızlarıma da qıymaram minsin o avtobusu. Bu qədər əhali işə gedir, bir evdən neçə tələbə çıxır, hamı taksi ilə gedə bilmir. Avtobusa minmədiniz, xoşunuza gəlmədi, qane etmədi, yoxsa necə? Avtobusdan yox, məsələn dünən getmişəm, çox sınıq, bəlkə də nə bilim 50 il bundan qabağın avtobusları yox. Masazların avtobusları xoşuma gəlmir. Heç bir rahatçılığı yoxdur, həqiqətən iyisi, qoxusu, nə bilim. Fikirləşirsən ki, 70 qəpik bu sınıq avtobusa verdiyinə bir manat taksiyə ver, rahat get. Tamamilə köhnə avtobuslardır. Deyilənə görə kiminsə marşrutu, kiminsə xəttidir. Bu dərəcədə olmaz axı. Şoferlərin, sərnişinlərin ünsiyyəti tamamilə var. Dillənən deyir, nəlim, keç arxaya, dayanma ortada. Millət bir-birinin belində olur həqiqətən. Geliş haqqı necədir? Kart yoxsa nəqd? Ümumiyyətlə kartla olsa yaxşı olar da, Bakı busları kimi. Çox əziyyət çəkirik. Da basa-bas standartla belə, yəni çox olsa daha da rahat olmaq olar. Getmək olar, gəlmək olar. Yaxşı marşrutlar olsun, böyüklər olsun, belə rahatçılıq olsun. Hamı təzə istəyir də, köynə kiminə lazımdır? Vallahi narazısınız da. Narazı yox ha. Narazı yox. Sakinlərin şikayəti fonunda yaranan narazılığa sürücülərin də özlərinə görə müəyyən səbəbləri var. Məsələn, yolların heç də yaxşı halda olmaması və xüsusən pik saatlarda tıxac gətirib bu vəziyyətə çıxarır. Sakinlər niyə bu avtobusa narazıdır? Qardaş, yollar pisdir də, yollar pis gündədir. Deyirlər ki, pik saatlarda interval artır. Profik olur axı, yol profik olur. Yol profik olanda 7 dəqiqə, 8 dəqiqə olur. Amma belə yollar pis gündədir. Bəs avtobuslar deyirlər ki, köhnədir, dəyişilmir. Avtobuslarımız gəlirdi, avtobuslar zakaz ediblər, gəlib deyir. Yollar pis gündədir sadəcə. Xəttə buraxılacaq, uzağı 5 günə belə. Profikoya düşəndə biraz ləngimə olur, amma belə gəlirik. Problemimiz bu yoldur da qardaşım. Biz bu maşınlar dağılır qardaş, gedib gələ bilmirik. Avtobus sınır, qırılır, dağılır. Bu necə getsin, gəlsin? Buna təzə avtobus ona görə vermirlər ki, bu yol pis gündədir. 525 nömrəli marşrutun müvəqqəti istismarçısına xəttin nizamlı fəaliyyəti, sərnişindaşıma qaydalarına riayət edilməsi və avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. Daşıyıcı tərəfindən bu istiqamətdə tədbirlər görülməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq. Məsələ ilə bağlı Masazır Bələdiyyəsindən bildirildi ki, kənd ərazisində marşrut avtobusların intervalı ilə bağlı aparılan müşahidələr onun deməyə əsas verir ki, yolların mövcud vəziyyəti gecikmələrin və yubanmaların yaranmasına təsir göstərmir. Onu da qeyd edək ki, daxili küçələr bələdiyyələrin balansındadır. Yerli özünü idarəetmə orqanlarının bütçələri də sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni küçələrin asfaltlanmasında müəyyən yubanmalar müşahidə edilir. Amma buna baxmayaraq, Azadlıq küçəsi Masazır Bələdiyyəsinin 2025-ci il üzrə tədbirlər planına daxil edilir və bu il ərzində bələdiyyənin bütçəsi formalaşdıqca həm onun, həm də digər küçələrin asfaltlanması işlərinin davam etdirilməsi nəzərdə tutulub.